Dövlət büdcəsinin gəlir proqnozunu aşması halları müşahidə olunur ki, bu da həm iqtisadi, həm də sosial sahələrə birbaşa təsir göstərə bilər. Əsas sual ondan ibarətdir ki, büdcə gəlirlərinin artması sadə vətəndaşın gündəlik həyatına necə əks olunur və bu artımın iqtisadiyyata ümumi təsirləri hansı sahələrdə daha qabarıq hiss olunur. Məsələ ilə bağlı Demokrat Azad açıqlama verən iqtisadçı ekspert Raziyə Abbasbəyli bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, cari ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $65 səviyyəsində nəzərdə tutulub. Hazırda isə dünya birjalarında neftin qiyməti bu proqnozdan 2 dəfədən çox yüksəkdir. Bu isə həm neft fondunun gəlirlərinə, həm də neft satışından əldə edilən büdcə gəlirlərinə əlavə artım gətirir. Bu artımın yaxın aylarda Azərbaycanda minimum əmək haqqının və minimum pensiya həddinin artırılması ilə nəticələnməsi ehtimalı yüksəkdir. Proqnozlardan yüksək gəlirlər büdcədə sosial xərclərin artırılmasına imkan yaradır. Eyni zamanda iri investisiya layihələrinin icrasına da şərait yaradır. Onun sözlərinə görə bundan başqa bir neçə ay əvvəl Azərbaycanda minimum əmək haqqının ildə ən azı 2 dəfədən az olmayaraq yenidən baxılması haqqında qanun qəbul edilib. Bu, hökumətə, Milli Məclisə minimum əmək haqqının artırılması ilə bağlı təkliflər irəli sürmək imkanı verir. Beləliklə, büdcədəki artımlar fonunda həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması proqnozlaşdırıla bilər. Gəlirlərin proqnozlardan yüksək olması həm də iqtisadi aktivliyin artmasına səbəb olur. Ölkəyə nəzərdə tutulandan çox valyutanın daxil olması iqtisadi dövriyyəni canlandırır və iri investisiya layihələrinin icrasına imkan yaradır. Bu isə həm əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, həm də gəlirlərinin artmasına səbəb olan əsas amillərdəndir deyə o qeyd edib.